120 manata bu cür qaş siz heç vaxt tapa bilmərsiniz. Yaxşı iş tapa bilərsiniz, amma yenə də sizin fikriniz qalacaq mənim əl işimdə, mənim dəst xəttimdə. Gördüyünüz bu qaşı mən özüm bütöv simanı salıram ki, siz baxıb və fikir bildirəsiniz. Bu qaş forması, qaşın uzunluğu, qaşın qalınlığı, dolğunluğu bu simaya yaraşırmı, yoxsa yox? Sırf bunun üçün bu rakursdan çəkirəm. Biz uzaqdan görürüz ki, qaş dolu görsənir. Amma mən onu sizə hesabat vermək üçün maksimal dərəcədə yaxınlaşdırıb, lap yaxından sizə göstərəcəm. Gördüyünüz kimi dəndən çəkilən cığlar öz tükün bitmə istiqamətinə uyğun çəkilib. Bu cığı, yəni bu qədər yaxından sizin qarşınızda kimsə izləməyəcək. Olimpiyada getmişsiniz. Prosta mən sırf sizə öz işimin hesabatını verirəm. Siz biləsiniz, qaşı kimə düzəltdirirsiniz, onun dəst xətti necədir. Düzgün tük effekti beləncə dəndən çəkilməlidir. Bunu sıx çəkmək olmaz. Əks halda cızılar qarışıb bir-birinə yayılacaq. Ona görə də dəndənliyə mütləq riayət etmək lazımdır. Yaxından gördüyünüz bu cür dəndən öz tükün bitmə istiqamətinə uyğun göyərmə, qızarma olmur, çapıq düşmür sizin dərinizə, tüklərin kökü zadı almır. Biz bunlara zəmanət veririk. Simetriyanı görürsünüz. Yəni nadir halda siz görə bilərsiniz ki, hansı usta belənçinə qaşı üzbəüz çəksin, sizə təqdim eləsin. Çünki əksər halda simetriya riayət edə bilmirlər. Bu cür nəticə sizcə necədir? Fikrinizi gözləyəcəm.